Sual. Paylaşın. Qəlbin huşu ilə namaz qılmasa necə qıla bilmədiyimiz üçün, huşu ilə qıla bilmədiyimiz üçün necə? Yəni mən belə başa düşdüm sualdan. Yəni niyə görə biz xuşunu tez-tez itiririk? Bəli. Düzdürmü sual? Bəli. Xuşu hərdən itir, yoxa çıxır. Yəni baxsan gör həmin namazdır. Amma xuşu yoxdur. Bismillah, elhamdülillah və salatu vəssalamu ala rasulillahi və ala alihi və sahbihi ecmaîn. Alimlər bu məsələ üzərində uzun illər işləyiblər. Əsrdən əsrə. Hər alimin bu məsələdə öz səyi, öz zəhməti var ki, bu nədir? Bunu tutmaq olmur da. Yəni hərdən qalxır maşallah. Xuşu namazda gözəl. Hərdən heç nə olmur xuşudan. Amma namaz həmin namaz. Kitabullah həmin kitabullah. Halbuki Allah Azze ve Celle ne buyurmuştu? وَاِذَا مَا اُنْزِلَتْ سُورَةٌ فَمِنْهُمْ مَنْ يَقُولُ اَيُّكُمْ زَادَتُ هَذِهِ اِيمَانًا. Her defa ayet nazil olanda münafıklar birbirlerine suhriye, istihza ile sizden hansı birinizin bu ayetler imanını kaldırdı diyerdiler. فَاَمَّا الَّذ۪ينَ آمَنُوا فَزَادَتْهُمْ اِيمَانًا وَهُمْ يَسْتَبْشِرُونَ. O ki kaldı iman edenlere Allah red verir onlara. Her nazil olan ayet onların imanı kaldırar. Demek gayet aslında budur. Her nazil olan ayet imanı kaldırmalıdır. İnnemel mu'minun ellezine izâ zukirallah. Helem ayetin adı gelmedi. Hakiki müminler o keslerdir ki Allah zikir olanda kalpleri ürpener. Subhanallah. Titreyer. İzâ zukirallah vecilet kulubuhum. Sonra getirdi. Ve izâ tuliyet aleyhim âyâtuna. Ve bizim ayetler onlara tilavet edilende zâdethum imana. İman artırar. Ve alâ rabbihim yetevekkelûn. Onlar Rabbilerine tevekkül ederler. Ellezîne yuqîmûnes salâte ve mimmâ razaqnâhum yunfikûn. O kesler ki namaz kılar ve Allah'ın onlara verdiği maldan Allah yolunda harcayarlar. Hakiki müminler onlardır. Birisi Hasan el-Basri'ye imam sen müminsen sual verir. Yani böyle zahid, abid, Allah'tan korkan imam necə cevap versin? Görün cevabın kamiliyle. Eğer qəsdin iman edenlerdensense bəli iman etmişəm. Çünkü onun mənalarından biri mümin, yani iman etmişəm. Bəli iman etmişəm. Billahi ve melaiketihi ve kutubihi ve rusulihi ve liyevmil ahir ve qadri şerrihi ve xeyrihi ve ba'se ba'del mevt. Bunlara hamısı iman etmişəm. Ama qəsdin bu ayetteki müminlerdense ve ayet okuyor. Deyir bilmirəm. Subhanallah. Deyir bilmirəm. Müminim yoksa mümin değilim. Tevezzükarlığından. Çünkü məqam o kadar uca məqamdır ki. Desə hə onlardanam, özünə təzkiyə eləmiş olur. Özünü təmizə çıxardır. Allah da buyurur ki: "Fələ tuzakku enfusakum. Huve a'lemu bimen ittaqa." Özünüzü bərayətə, təmizliyə çıxartmayın. Sizdən daha təqvalı olanınızı o bilir. Allah Subhanahu bilir yani. Hatta alimlerden birine deyirlər ki, filan alim adını çekirlər. Tabinlerden 2 alim olur. Bu onun şeyhidir, sual verilen. Ve kim hakkında sual verirler? Onun şagirdidir, onun yarısıdır. Deyirlər ki, filan kəs səndən daha elmlidir. Səfehin biri belə deyir şeyxə. Adını çəkir. Filan kəs səndən daha elmlidir. Deyir, hədə şə'nu. Bu ona aiddir. Cavabını verir, çıxır gedir. Şagirdlər soruşur ki, axı cavab elə deyil. Sən ondan daha elmisən. Dedi, deseydim, mən ondan daha elmliyəm. Ucb, tekebbür və tezkiyetin nəfs. Deseydim, xeyr, o məndən elmdə aşağıdır və s. ilə axır, haqqına girəcəkdim. Elə cavab verdim ki, yəni düzgün başa düşür, düzgün başa düşür. Hədə şə'nu, onun şanı odur. Yəni bilməm. Əl-xulasa, qaydaq mətləbə. Əsli odur ki, hər nazil olan ayət imanı qaldırmalıdır. Amma tez-tez biz bunun dadını itirdik. Və bəhs nəticəsində alimlər nələr kəşf ediblər? Ziyadə olan hər bir mubah qəlbi öldürənlərdənmiş. Mubah nədir? Söhbət eləmək. Mubah nədir? İçmək. Buyurun, buyurun. Mubah nədir? Yemək yemək. Mubah nədir? Yatmaq. Ziyadə, həddi aşan hər bir mubah qəlb öldürücülərdənmiş. Bir insan gece 8 saat yatır. Gün ortada o kadar yatır. Çoktur da, düzdür mü? Bu çok yatmak qəlb öldürücülərdəndir. Alimlər bunu kəşf ediblər.
kəşf ediblər həyat təcrübəsini kitab və sünnəyə qaytarmaqla bərabər. Artıq ziyadə danışmaq faydasız. Kəşf ediblər ki, artıq ziyadə danışmaq qəlbi öldürər. Ehtiyacdan qırağı danışmaq qəlbi öldürür. Kəşf ediblər ki, ziyadə yemək. Ehtiyacdan ziyadə yemək qəlbi öldürür. Və s. ilə axır. Bu cürə mübahlar. Sonra onun əksini kəşf edirlər. Nə qəlbi kövrəldir. Qəbirstanlığı gəlib ziyarət eləmək qəlbi kövrəldir. Ahirəti xatırladır. Dünyanın xain və fain olmasını sənə uyarır. Kəşf ediblər ki, qəlbi kövrəldən şeylərdən də sədəqə. Sadiq sədəqə. Sədəqənin də lüğəti mənası oradan götürür. Minəs-sıdqi. Sədəqə sayılmaz sadiq olmadıqca. Minnətsiz, əziyyətsiz, təmənnasız, sadiq. Allahla özün aranda. Əks halda sadaqa sayılmır. Sıdq kəlməsinə götürür kökü. Kəşf ediblər ki, qəlbi kövrəldə yumuşaldan şeylərdən də biri çox az danışmaq və çox qənaətli yemək və çox az yatmaq və tək qalanda Allah Subhanahu taala'nı çoxlu zikr eləmək. Çoxlu şeylər kəşf ediblər faydalı. Qəlbi kövrəldən, qəlbi yumuşaldan şeylərdən. Hətta subhanallah dəlilə əsaslanaraq cimanın da qəlbi kövrəldən şeylərdən olmasını isbat ediblər. Çünki onun ehtiyacını ödəyir və ona qarşı şəfqət və mərhəmətlə müamilə olunur. Bu da qəlbi kövrəldir. Hətta bu hədisdə gəlib. Qəlbi kövrəldir. Yəni hüsnül müamilə, yəni zəvciyyə, ailə müamiləsi, hətta cima hədisdə gəlib. İnsan namaza gedir. Bu dərmanları qəbul elədi və bu zərər olan şeyləri qırağa qoydu. İnsan namaza gedir. Fəvallahi və billahi tevfiq. Hətta namazdakı surələri eşidəndə imamdan ya da özü oxuyanda mənalarını bilməsə belə onun qəlbi xaşi', hazırdır, xuşu içindədir, qəlbi titrəkdir, gözləri kövrəlir və s. ilə axır. Artıran şeylərdən də onların mənasını, təfsirini bilsə necə. Artıran şeylərdən də onları haqqı ilə tilavət eləsə necə. Daha gözəl, daha gözəl. Allah Azze ve Celle buyurur. Qad əfləhəl mu'minunəl-ləzīnəhum fī salətihim xaşi'un. Sual verək. Rabbimizlə söhbət eləyək. Qur'anla. Münaciə eləyək. Sələflər deyərdir ki, kim Allahla söhbət eləmək istəyirsə, onun kəlamı oxusun. Ya Rab, necə nəcət tapdılar? Səbəbi nədir? Anlata bilirsənmi? Əl-ləzīnəhum fī salətihim xaşi'un. Cavab öz-özünə gəlir. Qur'an öz-özünə səninlə danış eləsində. Onlar ki, namazlarında xuşu içindədirlər. Əl-ləzīnəhum fī salətihim xaşi'un. Ya Rab, o xuşunu nətər əldə eləyirlər? Sual verirsən. وَالَّذِينَهُمْ عَنِ اللَّغُ مُعْرِضُونَ. Boş boğazlıqdan, dedikodudan, səfsəfə sözlərdən, səbəhləl və faydasız iş və əməllərdən və gövürlərdən özlərini qoruyurlar. Bayaqki misalların hamısı gəldi. Deməli, nəcət tapmağın yolu namazda dosdoğru sabit qalmağı, namazda da xuşunun yolu anil-lagvi mu'ridun. Ləv. Ona görə qardaşlar təəccüblənmə. Axşam qardaş deyir ki, yığıldıq biz qardaşlarla. Hamısı qardaşlardır. Getdim evə, dünənki xuşudan heç nə yox idi bugünkü namazda. Niyə görə? Çünki semişkə məclisi, çayxana məclisi. Qır-qır, Allah zikr olunmadı. Burada qardaşların cismanisi sənə fayda vermir ki. Onların imanı sənə fayda verməliydi. O da baş vermədi. Məclisin cahil məclisindən heç bir fərqi olmadı əsla. Əsla fərqi olmadı. Onlar da çay içirlər. Qır-qır, sən də çay içirsən. Boş boğazdıq. Ona görə həmin gecə qılınan namazın heç bir ləzzəti olmayacaqdır. Mümkün deyil. Amma əksinə gəldin, sükunət gəldi, Allah'a zikr elədin, elhamdülillah. Və deyilən bu dərmanları qəbul elədin, namazda xoş olacaq. Allah Azze ve Celle eşli faydalarını etsin. Hədə və salli ləhum və səllim alə nəbiyyə Muhammed və alə alihi və sahbi ecmain.